Əziz dostlar, sizi gözəl bir gündə Alanya mərkəzindən salamlayıram. Damlataş rayonu, Kleopatra sahilləri. Bugün sizə ənənəvi olaraq Kleopatra sahilini, Kleopatra playajını göstərəcəm. Ümumiyyətcə bu əraziləri ənənəvi olaraq ona görə deyirəm ki, hər il sezonun əvvəlində, hardasa aprel ayında, mayın bəlkə də əvvəlində mən buradan bir video paylaşıram. Bu ildə ənənəmizə sadiq qalırıq və burada baş verən görüntüləri, hadisələri, görüntüləri sizə çatdıracağım. Havanın temperaturu 20-22 dərəcədir. Saat isə 4-ün yarısıdır. Baxın, Damlataş Kale, sağ tərəfi görsədir, Çarşı, İskele, Muze və Qızılkule. Hamısı bu tərəfdə. Müze zaten buradadır. Alanya Muzeyi. Oradan videomuz var. Qarşıda funikulyor. Baxın, kaleye qalxır. Damlataş mağarası, Damlataş plajı. Alanya Belediyesi 100 yıl Atatürk Parkı, hamısı bu ərazidədir. Burada isə kafelər, restoranlar, funikulyorun girişi oradadır. Çox maraqlı turistik yerlərdir. Axşamı bir gözəl, gündüzü isə bir gözəldir. İndi isə başlayaq, bir 14-15 dəqiqəlik gözəl bir video çəkək. Bu əraziləri yenidən sizə görsədim. Onu qeyd edeyim ki, bütün otellər çoxsu açılıb. Həddindən artıq çox turist var. Bütün otellərdə, hər yerdə turistləri görmək olur. Baxın, funikulyorlar da durmadan çalışır. Burada da insanlar tut yeyirlər. Tut yavaş-yavaş yetişir. Bura həm də kedi parkı adlanır. Burada çünki kediləri bəsləməsi üçün böyük yuvalar qurublar. İnsanlar da onlara yem verir. Alanya çox gözəldir. Bura tam mərkəz hissədir. Alanya Kleopatra plajı, Kleopatra sahili. Ümumiyyətcə Kleopatra plajı Türkiyədə top 10-a daxildir. Gözəl qumu var. Hardasa 3-4 kilometr uzanır plaj. Burada isə toy olan gənclərdir. Gəliblər burada fotosesiya eləməyə. Baxın, kedilərin yuvası oradır. Orada insanlar gəlib kediləri bəsləyə bilərlər, yem verə bilərlər. Bu ərazilərdə havalar qızdıqca insanlar otun üzərində əyləşirlər, piknik edirlər filan. Maraqlı və gözəl yerlərdir. Alanya qalası yuxarıdadır. Əlbəttə Alanyaya gəlsəniz, Alanya qalasına qalxmadan buranı tərk eləməyin. Oralara funikulyor və maşınla qalxa bilərsiniz. Çox gözəldir. Bəli, dediyim kimi turistlər çoxdur. Plajlar da artıq hamısı istifadədədir. Dənizdə də adamlar yəqin ki çoxdur. Baxın, Kleopatra plajının ən gözəl hissəsi deyə bilərik bura. Qarşıda mağaradır. Bu ərazilər çox gözəl. Bir yerdir, burada qəşəng şəkillər çəkdirə bilərsiniz. Qum tərtəmiz. Plaj sezonu yay başladı. Bura bizdə çimərlik nömrə 1-dir, üzr istəyirəm 2-dir, nömrə 1 oradır və bu tərəfə doğru davam eləyir. Hardasa 3-4 kilometr uzunluğunda olan Alanya sahili gözəl bir plaj. Bu arada hamınızı Alanya'ya dəvət edirik, buyurun gəlin. Siz də Alanya'da ev, mənzil, villa, torpaq sahibi ola bilərsiniz, yatırım edə bilərsiniz. İnşaatçılara da üst tuturuq. Gəlib burada binalar inşa edə bilərlər, villalar və əlbəttə ki, əlverişli yerdir, gözəl gəlirlər əldə etmək mümkündür. İndi isə mən daxil oluram. Hoppa, yıxılmışdım. Daxil oluram Okko Beach çimərlik kafenin ərazisinə. Burada məşhur yerdir. Burada gözəl partilər təşkil olunur, DJ-lər, gözəl yemək, içmək, maraqlı bir yerdir. Baxın, hal-hazırda da orada DJ ifa edir. İnsanlar ise istirahat edir. Bu da bu restoranın menüsü. Gelmişken bunu da göstereyim. Kolay gelsin. Bəli, adam çoxdur artıq. Sezon açılıb. Aprel ayı 14'ü. Hava 20 dereceden yukarıdır ve
Bugündən etibarən temperatur da yüksəlməkdədir. Baxın, hazırlıq işləri davam edir. Kabanalar filan hamısı yerləşdirilir, düzəldilir. Gələnlər çoxdur. Gedişat onu göstərir ki, bu il bəlkə də turizm sezonunda rekord qeydə alına bilər. Hər yerdə sürətli şəkildə hazırlıq işləri gedir. Bizi yeni izləyən bütün dostları, tamaşaçıları, takipçiləri salamlayıram. Təşəkkürlər abunə olduğunuz üçün, izlədiyiniz üçün. Ona görə mən də videoları yeniləyirəm. Mahmudları, Kleopatranı, Alaniyanı bacardığım qədər göstərirəm sizə. Biz isə qarşıya gedəcəyik. Çünki o sahillər zəngin infrastrukturaya malikdir. Həm uşaq əyləncə parkları, idman eləmək üçün trenajör alətlər, tenis kortları, çimərlik voleybolu, futbol, yəni bütün hər şey nəzərə alınıb bu ərazilərdə. Yaşlı, qoca, cavan, uşaq hamının istəyi təmin olunur, əyləncəsi təmin olunur. Baxın necə gözəl ərazilərdir. İstirahətin ən yüksək səviyyəsi. İdman, günəş şüaları, üzmək. Kumral ve sarışınlar dikkatini çekiyor genelde. Bu da padeldir. Alanya Padel Akademiyası. 3 dənə padel kortu yanbayan. Bəli, görəm maraq böyükdür. Məşq eləyənlər var. Hətta orada deyəsən yarış keçirilir 2-ci kortda. Orada isə Kleopatranın heykəli qoyulub. Onun adıyla məhz bura bağlıdır. Çimərliyin adı. Bu isə basketbol meydançaları. 2 dənə ard-arda böyük basketbol meydançasıdır. Bəli, burada Alanyada bütün xalqlardan, millətlərdən nümayəndələr mehriban, gözəl şəkildə yaşayırlar. Hamı da məmnundur. Və yenə də insanlar gəlməkdədir. Nə vaxtsa gəlmək istəyiblər, gələ bilməyiblər. İndi o insanlar yenidən gəlirlər, öz arzularını həyata keçirdilər, mənzil alırlar və burada həyatdan zövq almağa çalışırlar. Bu isə böyük uşaq parkıdır önümüzdə. Hər cür uşaqlar üçün atraksiyonlar var burada. Bir də belə arxaya baxırıq. Gözəl Alanya mənzərəsi. Çimərlik voleybol meydançaları dalbadal. Tez-tez burada müxtəlif yarışlar təşkil olunur. Müxtəlif turnirlər, çimərlik voleybolu, çimərlik futbolu. Azərbaycan komandaları da iştirak edirlər. Dostlarımız gəlirlər yarışa tez-tez. Mən isə indi fontanlar olan ərazini göstərəcəm sizə. Ağaclar isə çiçək açmaqdadır. Çəhrayı çiçəkləri. Burada hər cür ağaçlar var, palma ağaçları və s. Orada restoranların olduğu hissədir və gözəl fontanlar. Bəxtimizdən qəşəng fontanlar çalışır. Bizi yeni izləyənlər də görərlər bu gözəllikləri. Alanya haqqında doğrudan da son bir neçə ayda çox suallar verirlər. Müxtəlif SNG ölkələrindən olsun, Azərbaycandan olsun insanlar buraya yerləşmək istəyirlər, yaşamaq istəyirlər. Biz də əlimizdən gələn köməyi göstəririk. Əlbəttə bu gözəl yerdə kim yaşamaq istəməz? Buralar çox qəşəngdir. Mən əminəm ki, buralarda təmir işləri olacaq və bu parklar hamısı yenilənəcək. Çünki bu yeni təmir deyil. Baxmayaraq ki, hər şey, hər cür şərait var. Amma buralar yenilənəcək, daha da gözəl olacaq.
Burada isə voleybol məşqləri keçirilir. Məşqçi xanımlarla hazırlıq keçir. Bəli, bütün voleybol meydançaları doludur. Hava gözəldir, hamı idmanla məşğul olur. İdman sağlamlıqdır. Yaşıllıq, gül çiçəyi də öz yerində. Burada da xüsusi ağaçlar var, baxın, üzəri tikanlı. Gəldik bu hissəyə, burada isə standart, böyük ölçüdə tenis kortları, tenis akademiyası var. Yəni, elit idman növü olan tenisin burada məşğul olmaq üçün yer var. Bəli, bu ərazilərdə insanlar kütləvi şəkildə idmanla məşğul olur. Dəniz istirahətindən yararlanırlar, kafelər, restoranlar. Arxa tərəfdə hamısı otellər, apart otellər. Yəni, gözəl şərait və imkan var. Bu da mini bir parkdır. Üzərində 3 dənə körpü var. Belə Kleopatra plajının əsas hissəsini sizə göstərdim. Ora Gardenia oteldir. Bura Riviera oteldir. Və s. dalbadal otellər bir-birini əvəz edir. Sultan Sifahi otel oradır. Riviera otelin girişi 4 ulduz. Taksi dayanacağı, bankomatlar. Və buradan yenidən qayıdıram funikulyora tərəf. Belə hörmətli tamaşaçılar, ümid edirəm ki videomuz xoşunuza gəldi. Gözəl, pozitiv bir video oldu yəqin ki. Günəşli hava, çimərlik, xoş əhval-ruhiyyə bəxş elədiksə sizə. İzlədiyiniz üçün təşəkkürlər. Və gələn videolarda görüşmək ümidi ilə. Sağ olun, var olun. işte onu ben de evet abi kaymakama kulak etti. Onu da yukarı aldım.